Böyük sülh sazişi və gələcəyimiz, qonşularla münasibətdə konkretliyə gəlib çıxmaq bizim üçün vacibdir. Bu Yeniçağı açıqlamasında Milli Məclisin deputatı Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində üç tərəfli görüş və Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanması ehtimallarından danışıb. Deputat bildirib ki, Paşinyanın Türkiyə prezidenti ilə görüşü maraq dairəmizdədir. Bu ərəfədə Azərbaycan prezidenti də Kahramanmaraşa gedir. Azərbaycan böyük bir fədakarlıq edir. Türkiyəyə zəlzələdən əziyyət çəkmiş qardaşlarımız üçün böyük bir şəhərcik salıbdır və bu bizim üçün bir fəxarətdir. Həm qardaş köməyi olaraq, həm də ki, Azərbaycan adına böyük bir şərəfli bir işdir və ölkə prezidentinin də bu istiqamətdə atdığı addımlar həqiqətən də tarixi addımlardır. Təbii ki, Paşinyan Türkiyə prezidentinə görüşü bizim maraq dairəmizdədir. Hansı problemlər müzakirə olunacaqdır. Biz bundan çox da narahat deyilik, çünki Türkiyə qardaş ölkəmizdir və Azərbaycan maraqlarını da ən üst səviyyədə qorumağı özünün prinsipi kimi görür. Ona görə də biz gözləməliyik və Azərbaycan prezidenti də orada. İndi mən bilmirəm nə dərəcədə protokolda planlaşdırılıb ya planlaşdırılmayıb, ona görə bir şey söyləməkdə çətinlik çəkirəm. Amma belə bir hansısa bir müzakirə olarsa bunun zərəri yoxdur, ancaq faydalı ola bilər. Çünki böyük sülh sazişi, gələcəyimiz, qonşularla münasibət məsələsində bir konkretliyə gəlib çıxmaq bizim üçün də önəmlidir.